Qarpız tumlarını atmayın, çayını dəmləyin. Türkiyəli həkim İbrahim Saraçoğlu yay mövsümünün sevilən meyvəsi olan qarpızın və xüsusilə tumlarının sağlamlığa faydaları barədə məlumat verib. Onun sözlərinə görə qarpızın tərkibindəki likopen güclü antioksidant təsiri göstərərək ürək-damar sağlamlığını dəstəkləyir, pis xolesterolun azalmasına kömək edir və bəzi xərçəng növlərinin riskini azaldır. Tərkibindəki L-sitrulin isə damarların genişlənməsinə və əzələ yorğunluğunun azalmasına müsbət təsir göstərir. Saraçoğlu bildirib ki, qarpız tumları bütöv udulduqda orqanizm tərəfindən tam mənimsənilmir. Onları əzərək, çay kimi dəmləmək daha faydalıdır. Mütəxəssisin sözlərinə görə tumların tərkibindəki liflər həzm sisteminin fəaliyyətini dəstəkləyir, sitrulin maddəsi isə arterial təzyiqin tənzimlənməsinə və damarların rahatlamasına kömək edir. Bundan əlavə, qarpız tumlarından hazırlanan çayın sidik olucu təsir göstərdiyi və böyrəklərin fəaliyyətini dəstəklədiyi qeyd olunur. Həkim həmçinin xəbərdarlıq edib ki, xarab olmuş və ya uzun müddət saxlanılmış qarpızın qəbulu həzm pozuntusu və qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə də qarpız seçərkən onun təzə olmasına diqqət yetirilməsi tövsiyə edilir.